Mən bu videonu buradan çəkirəm, oğlumun otağıdır. Şəhid Məşədi Eşqin İmanoğlu'nun otağından çəkirəm, canlı yayımdan. Cənab Prezident, bunu sizin üçün çəkirəm. Çünki mən dəfələrlə oğlumun şəhidliyi barəsində bütün döymədiyim qapılar qalmayıb. Mehriban xanımın qəbuluna 3-4 dəfə olmuşam. Leyla xanıma məktub yazmışam 3-4 dəfə. Sizə yazmışam dəfələrlə. Prezident administrasiyasında Məhərrəm Əliyevin qəbulunda olmuşam. Oradan gəlmişəm, dəfələrlə Fuad Ələsgərovun qəbulunda olmuşam. Hər kəsin qəbulunda olmuşam. Müdafiə Nazirliyinə müraciət eləmişəm. Hamısı mənə deyir ki, yox, prezidentin sərəncamı olmalı, sənin oğluna şəhidlik statusu verilməsi üçün prezidentin göstərişi olmalı ya da Zakir Həsənovla görüşməlisiniz. Zakir Həsənov da vaxtilə mənim arxamda çox durubdu. Mənim oğlum 2000-ci il təvəllüddür. 2018-ci ilin oktyabr ayında hərbi xidmətə getdi. Hərbi xidmət dövrünün 10-cu ayı idi. Mənim oğlum qəfildən dizelçi istehsamçı idi. Hərbi hava qüvvələrinin hava hücumundan müdafiə sistemində otururdu. Dizelçi istehsamçı idi. Ora yanacaq aparıb tökərkən yağışlı havaymış. Rayona gedən yüksək gərginlikli elektrik naqillərinə qısa qapanma nəticəsində mənim oğlum qəfildən qorxmuş, bərk qorxmuş, stres keçirmiş. Ondan sonra mənim oğlum kəskin qan xərçənginə yaxalanmışdı. Mənim oğlumun döyüş növbəsi olan zaman bu döyüş təminatı yerinə yetirərkən olmuşdu. Dizel yanacaq tökərkən olmuşdu. Bu döyüş təminatı yerinə yetirərkən. Amma sonra döyüş növbələrinə çıxan zaman bunu burnundan dəfələrlə qan axmış. Otağı belə çəkirəm ki, biləsiniz ki, mən nə yaşayıram, mən hansı hissləri yaşayıram. Mən indi bu videolarımı da sosial şəbəkələrdə paylaşacağım. Sizi şantaj eləmək üçün yox, cənab prezident. Mən məmurlardan sizə şikayət üçün bunu çəkirəm. Qoy hər kəs də paylaşsın. Bütün dünyada görsün ki, Azərbaycandakı məmurlar cəmaatı nətər boğazına yığır, nətər şəhid analarını incidirlər. Mən vətənə oğul vermişdim. Vətənə oğul vermişdim ki, getsin, xidmət eləsin, gəlsin, sonra məni saxlasın. Mən verməmişdim ki, mənim oğlum getsin, şəhid olsun. Bir qız bacısı ilə bir anasını damlarda qoysun. Ağlamayacağım. Çünki söz vermişəm ki, bu videonu mən axıra kimi çəkib paylaşmalıyım, mütləq paylaşmalıyım. Çoxdan da mən bunu eləmişdim ki, çəkməliyəm, mütləq çəkməliyəm. Mənim oğlum hərbi xidmət vaxtı heyli olanda gəldi silahlı qüvvələrinin hospitalına. Gələndən bir gün sonra mən cənab nazir Zakir Həsənovun evində oldum. Allah ona can sağlığı versin. Allah onun balalarını qorusun. Evində olarkən mən ona bütün məlumatları verdim. O dərhal mənim oğlumu Türkiyə Respublikasının Ankara şəhərindəki Gülhanə Tibb Hərbi Akademiyasına yolladı. 11 ay mənim oğlum orada müalicə aldı dövlət tərəfindən. Dövlətin, Türkiyə dövləti ilə bağlı saziş əsasında. Amma buna baxmayaraq dəfələrlə Zakir Həsənov bütün hərbi heyətini yönəlmişdi bizə sarı ki, birdən o ananın sıxıntısı olar, falan olar. O mənim qapıma gəlibdi. Dəfələrlə o mənə o yaxşılıqları eləyib deyim mən. Ona görə çıxıb nəsə məsələn yüksək bir səslə tələb eləmirəm. Çünki mənə yaxşılığı dəyibdir. Mən istəmirəm. Mənim oğlumun arayışı səhv verilibdir. Mənim oğlumun arayışında yazılıbdır ki, ölüm səbəbi, indi çevirirəm özümə sarı ki, özümü görəsiz. Yazılıbdır ki, ölüm səbəbi xidməti vəzifələrinin icrası ilə bağlıdır. Halbuki mənim oğlumun ölüm səbəbi döyüş təminatı yerinə yetirərkən olmuşdu. Dizel yanacaq tökərkən olmuşdu. Altından da yazıblar ki, Türkiyədə 11 ay müalicə alandan sonra mənim oğlum əlbəttə ki, uzun müddət yatdığına görə ya qanına sepsis xəstəlik gedəcək, zəhərlənmə gedəcək, ya falan olacaq, bu uşaq da dünyası dəyişməlidir. Yazıblar ki, sepsisdən dünyasını dəyişdi. Mənim oğlum gəldi Zakir Həsənovun göstərişi ilə, mənim oğlum törənlə dəfn olundu. Hərbiçilər üçün olan ümumi şəhər qəbirstanlığıdır. Qurd qapısı 2 də deyirlər. Orada ikinci Fəxri Xiyaban deyirlər hərbiçilər üçün. Orada dəfn olundu. Zakir Həsənov tərəfindən olunubdu. Mən heç vaxt bunu da itirməyəcəm. Burada da deməyimdə əsaslarım var ki, səhərsi günü məmurlar deyəndə Zakir Həsənov yox, mən müraciət elədiyim məmurları nəzərdə tuturam.
Belə cənab prezident, mənim oğlumun şəhidlik statusunu vermədilər. Mənim oğlum rəhmətə gedəndən bir ay təxmini ay yarım sonra təxris olundu. Hərbi xidməti vaxtı alıb, xidməti vaxtı rəhmətə gedib şəhid olubdu mənim oğlum. Sizdən xahişim bir ana kimi. Mən bunu belə eləməsəm mümkün deyildi. Alınmırdı ki, mən sizə nətər səsimi çatırım. İstəmirəm də ki, başqa bir qüvvələr əlinə qoy keçsinlər. Da mənə bu məmurlar bu qiyməti verməyəcəksə, bu dövlətdə mənə bu qiymət verilməyəcəksə, qoy hamının əlinə keçsin. Mən hamıdan kömək, bütün dünyadan kömək istəyirəm ki, balamın haqqı verilsin. Şəhidlik statusu mənə nə ev üçün lazımdır, nə pul üçün lazımdır, heç nə üçün lazım deyil. Sadəcə olaraq mənim oğlum subay ölübdü, arxada bir qardaşı yoxdur. Qardaşı onun adı yaşada. Bir ağır bacısı var. Çox sakit adamdır. O heç nə eləyəs deyil. Mən dünyamı dəyişəndən sonra. Mən istəyirəm ki, oğlumun adına bir məktəb alım. Bir məktəb verilsin, mənim oğlum yaşasın. Mənim oğlum 17 yaşına baxmayaraq Məşədə getmişdi. Mənim oğlum Məşədə gedib, bu da bax yazdırmışam, şəhid Məşədə. Mənim oğlum Allah adamıydı. Bu da Məşəddən aldığı diplomlarıdır. Yəni sübut üçün göstərirəm bunların hamısını. Mən belə bir oğul böyütmüşdüm vətənə. Mən o vətən üçün bu cür oğul böyütmüşdüm. Bu da mənim əvvəlki vaxtım, oğlumla xoşbəxt olan vaxtlarımdır. Xoşbəxtçiliyimi çəkmişdim. Bunu da hərbi hissənin böyütdüyü şəkildir. Bunların hamısını çəkirəm. Sizdən bir xahişim, bir ana kimi xahişim. Bilirəm ki, siz şəhid ailələrində çox dəyər verirsiniz. Bu otaqda çəkiliş etmək mənim üçün çox asan deyil. Mənim oğlum dünyasını dəyişəndən bu otağa təsadüf hallarda girə bilirəm. O da qonaq gələndə, ziyarətçi gələndə məcburam o ziyarətə görə buralara girməyə. Ona görə gəlmişəm. Çəkirəm buranı. Mən 2011-ci ildən Tibb Universitetində işləmişəm. Bax, bu şəkil mənim 2000-ci il Tibb Universitetində otağıma qoyduğum təsərrüfat bacısı işləyirdim.